Salam dostlar, bu videoda Erməni ilə M24 vs atırıq və gerisinə də özünüz baxın. Bütün Azərbaycan xalqının Novruz bayramı mübarək. Zeylər, idarələr, məscidlər, minarələr, Navtəvanın bölgəsi, Vaqifin məqbərəsi, hamısı da talan oldu, xanələr viran oldu. Şuşadan 10 gün sonra Laçını saldılar tora, may ayının 18-i getdi Laçın dəhlizi. Qartalların yaylağı, Laçınların oylağı, qanlı dərə yuxarı, Sultan bəyin diyarı. Zəngəzurun bir qolu, Şuşa Xocavənd yolu, Kəlbəcərin qardaşı, Türkəlinin birbaşı. Tarixi çox qədimdir, hardan alım mən indi, həkərini, turşsunu, Kuzeylər, idarələr, məscidlər, minarələr, Navtəvanın bölgəsi, Vaqifin məqbərəsi, hamısı da talan oldu, xanələr viran oldu. Şuşadan 10 gün sonra Laçını saldılar tora, may ayının 18-i getdi Laçın dəhlizi. Qartalların yaylağı, Laçınların oylağı, qanlı dərə yuxarı, Sultan bəyin diyarı. Zəngəzurun bir qolu, Şuşa Xocavənd yolu, Kəlbəcərin qardaşı, Türkəlinin birbaşı. Tarixi çox qədimdir, hardan alım mən indi, həkərini, turşsunu, Kuzeylər, idarələr, məscidlər, minarələr, Navtəvanın bölgəsi, Vaqifin məqbərəsi, hamısı da talan oldu, xanələr viran oldu. Şuşadan 10 gün sonra Laçını saldılar tora, may ayının 18-i getdi Laçın dəhlizi. Qartalların yaylağı, Laçınların oylağı, qanlı dərə yuxarı, Sultan bəyin diyarı. Zəngəzurun bir qolu, Şuşa Xocavənd yolu, Kəlbəcərin qardaşı, Türkəlinin birbaşı. Tarixi çox qədimdir, hardan alım mən indi, həkərini, turşsunu, Kuzeylər, idarələr, məscidlər, minarələr, Navtəvanın bölgəsi, Vaqifin